Gəmi kapitanı Nardaranlı Fazil dayıya həsr etdim bu şiirimi. İllər ötdü, 70'i keçdi yaşım. O illərdə vardı bacı qardaşım. Darıxıram inan o illər üçün. Dünya mənə dar gəlibdir nə üçün? Xoş keçən günlərimiz onda idi. O illərdə ata-anam sağ idi. Eyvanda pürrəngi çayı içərdik. Bir-birindən xoş sözlər eşidərdik. Heç nəyin dərdini inan çəkməzdik. Saç üstündən yağlı fətir yeyərdik. Yeyərdik axşanı, qara şanını, gümrah edərdi hər zaman canını. Yığışardı bizə qohum qonşular, deyərdi ki, belə qohum harda var? Anamın dayısı oğlu Fazil dayı, xoş keçərdi günümüz 3 ay yayı. Hər gün bizi aparardı dənizə, salamat gətirərdi evimizə. Çox sağ ol deyərdik Fazil dayıya. Qız idik hər gündə gəlin bacıya. Bənzədirdik onu biz aya günə, qara gözlü gözəl idi Mədinə. Çox sevirdik ailəliklə onu biz. Bu sözlərdən agah olmalısınız siz. 5 oğul atasıydı Fazil dayı. Qəm qüssəsiz keçirirdi hər ayı. Deyirdi birinci oğlum qəhrəman, hər işində oxşadı mənə yaman. İkinci oğlum olmuşdu bu Əli, üst-üstə düşübdür ağıl əməli. Üçüncü oğlumdur gözəl Nəriman, sevirdi ev eşikdə səliqə səhman. Dördüncü oğlumdur bala Hüseyn, adı kimi saf olmuş bala Hüseyn. Beşinci oğlum olmuş idi Telman, ağlamaqla keçdi günü hər zaman. O illərdən qalıb xoş xatirələr, yadımdan çıxmayır inan o illər. Şəhla Günay bacı olmuş onlara, hekayəti söylədim qardaşlara. Şəhla Günay bacı olmuş onlara, hekayəti söylədim qardaşlara.